Não conheceu e agradecer a sua presença na exposição. Au-dessus des capitales, des idées fatales, regarde l'océan. Voyage, voyage, plus loin, voyage, et jamais ne reviens. Jurei mentiras e sigo sozinho. Bugün sizi gözəl rəssam və heykəltaraş və çox maraqlı bir insanın əsərləri ilə tanış edəcəyik. Bir müddətdir ki, Luis de Souza'nın əsərlərini bir çox dünyanın sərgilərində görmək olardı və böyük arzumuz var idi ki, məhz bu rəssamın, heykəltaraşın əsərləri Azərbaycana yaxın olsun və bugün də Azərbaycanda təqdim olunsun. Və nəhayət bugün də biz bu sərginin bərabər açılışını edəcəyik. 40-a yaxın əsər artıq Azərbaycana gətirildi, Heydər Əliyev mərkəzinə yerləşdirildi və bu əsərlərin gətirilməsində, uzaq Braziliyadan gətirilməsində bizim komanda üzvlərimiz çox böyük əziyyət çəkiblər və eyni zamanda böyük stres içində onları Bakıya gətiriblər. Biz də özümüz bilmədən bugün 2 dənə tədbiri qeyd eləməli olacağıq. Xüsusi olaraq bilməyiniz vacibdir ki, bugün bizim rəssamın doğum günüdür və ona görə də bu gənc komanda bugün bizə gözəl bir açılış təqdim elədilər. Bu da bizim rəssam heykəltaraşımıza olan hədiyyəmizdir. Gəlin almışlarla təbrik edirəm. To do the candle. Vocal anti-stress device. Heydər Əliyev mərkəzində məşhur rəssam Luis de Souza'nın Əbədiyyətin ifadəsi fərdi sərgisində iştirak edirik. Möhtəşəm bir ab-hava var və açılış oldu. Açılışda Heydər Əliyev mərkəzinin direktoru, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov çıxış etdi və xüsusi olaraq vurğuladı ki, bax bu əsərlərin Azərbaycana gətirilməsi üçün xüsusi bir əziyyət və zəhmət tələb olunub. Hətta deyərdim ki, böyük bir risklə, belə bir əzab əziyyətlə dedi gətirib bu əsərləri bura çatdırıblar və axır ki, rəssamın da gəlişini təmin edə biliblər. Rəssam da çıxış elədi, eyni zamanda diplomatlar çıxış elədilər. Çox möhtəşəm bir tədbirdir, ziyalıların iştirakı ilə və buranı görməyə dəyər.